Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun Elçin müəllim. Necəsiz, nə var, nə yox? Auditoriyanı da salamlayırıq, dinləyiciləri də salamlayırıq. İnşallah yavaş-yavaş Ramazan söhbətlərinə başlayaq. Buyurun Cavid müəllim, buyurun başlayın söhbətə. Mən də tamaşaçıları salamlayıram. Axşamınız xeyir olsun. Müqəddəs Ramazan ayı münasibəti ilə hər birinizi təbrik edirəm. Allahın izni ilə biz bundan sonra neçə Ramazanlar bizlərə nəsib olar. İnşallah ki, bu müqəddəs ay haqqında danışmaq ilə biz özümüzə borc bildik və mənim həm söhbətim çox dəyərli ərəbşünas alim Elçin Hüseynzadə müəllim. Buyurun müəllim, sizin də fikirlərinizi. Demək ki, mənə inşallah bugün necə deyirlər, həm oponentliyə eləyən, həm verilişimizi aparan Cavidan Əlişzadədir. Demək, Bakı İslam Universitetinin məzunudur. Hal-hazırda blogerlik fəaliyyəti ilə məşğuldur. İnşallah gələcəyimizin də necə deyirlər, ziyalılarımızdan birisi inşallah olacaq. Sənə də Cavidan öz içində müvəqqətlər arzulayıram və bu elə bir yoldur ki, həqiqətən sənin seçdiyin yol İslam yolu təmiz, saf, pak yoldur və bunu layiqincə tərənnüm eləmək lazımdır və bizim ətrafımızda olan insanlara, auditoriyalara gərək biz düzgün şəkildə İslamı neynəyək, çatdıraq və tərənnüm edək. Və əlbəttə, bu asan iş deyil. Buna görə yaxşı, necə lazımdır? Elm lazımdır, bilik lazımdır, səbir lazımdır yeri gələndə. Çünki bəzi vaxtlar təbliğatlar aparanda insanlarda bilirsiniz necədir? İnsanlar bəzi qəbih suallar verirlər. Ona görə də bir ilahiyyatçı həm də mən özümə də aiddir, həm sənə də aiddir ki, biz səbirlə təmkinli olmalıyıq və insanlara neynəməliyik, haqqı çatdırmalıyıq. İnşallah müəllim, giriş üçün Allahın izni ilə Quran-Kərim ayələrindən mənim inşallah ki oxuyarsınız. Müqəddəs Quran-Kərim və sonradan yayımlarımızı davam etdirəlim. Buyurun müəllim. Söz sizdədir. Söz Quranda. İnşallah mən Bəqərə surəsi demək 182-ci ayədən 185-ci ayəyə qədər Ramazan ayı haqqında, yəni burada Bəqərə surəsində ayələr var. İnşallah onun tilavətini eləyib, sonra keçərim inşallah tərcüməsinə, sonra inşallah Ramazan söhbətlərimizi davam elətdirərik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون أياما معدودات فمن كان منكم مريضا أو على سفر فعدة
فعدة من أيام فعدة مسكين فعدة من أيام أخر وعلى الذين يطيقونه فدية طعام مسكين فمن تطوع خيرا فهو خير له وأن تصوموا خير لكم إن كنتم تعلمون شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان فمن شهد منكم الشهر فليصمه ومن كان مريضا أو على سفر فعدة من أيام أخر صدق الله العلي العظيم. Çox təşəkkür edirəm müəllim. Allah səsinizə qüvvət versin. Sağ olun, çox sağ olun. Çox sağ olun. Quran-Kərim eşitmək bizlər üçün çox xoş oldu. Bəli, Allah razı olsun. İndi inşallah icazə versəydiniz mən oxuduğum ayələrin bir balaca tərcüməsini ərz edərdim tamaşaçılara. Və bəli, oxuduğumuz, yəni Quran var, qiraət, Cavidan müəllim, bir də var tilavət. Bəli. Yəni Quranı demək, tilavət etmək o deməkdir ki, yəni Quranı həm oxuyursan, həm mənalarını başa düşürsən. Amma qiraət dedikdə ancaq oxuyursan, amma mənalarını dərk eləmirsən. Quranla tilavetin, qiraətlə tilavetin arasında fərq budur. İnşallah indi biz keçək ayələrin. Ərəb dilində mən oxuyacağam, çalışacağım müəyyən qədər, çox uzun olmayan kəndləri verim və ondan sonra keçək söhbətimizə. Mən başladım ki, Bismillahirrahmanirrahim, Rəhman və Rəhim Allahın adı ilə. Yə əyyuhəl-ləzinə əmənu kutibə aleykumus-siyam. Mənası bu olar ki, yə eyyuhəl-ləzinə əmənu. Quranda harada bu sözlərlə rastlaşsınız, yə eyyuhəl-ləzinə əmənu, tərcüməsi budur ki, ey iman götürən kəslər. Tərifə tərcümə belə olur. Yə müraciət ədatıdır, ey deməkdir. Eyyuhəl-ləzinə, o kəslər ki, əmənu, iman gətirdilər. Amma bizim dilə çevirəndə, bədiləşdirəndə, ey iman gətirən kəslər və yaxud ey iman götürən kəslər.
Kutibe aleykumus siyamu. Size oruç yazıldı, vacib oldu. Yani burada kutibe sözü Ərəb dilində kətəbə sözündendir. Kətəbə yazdı deməkdir. Kutibe onun məhsul növüdür. Yazıldı deməkdir. Aleykum Ərəb dilində mənası sizə deməkdir. Ne demek? Bəli. Alə ön qoşması üstəgə kum. Buna bitişən əvəzlik deyirəm. Alənin ön qoşması A-ə-ya-yə üzrə deməkdir. Yəni bu ayədə bu belə buyurulur ki, Allah Teala sizin üzərinizə nə yazdı? Orucu yazdı. Yəni sizə yazdı mənasındadır. Hərfi tərcüməsi yenə deyirəm. Zavdan burada sizin üzərinizədir. Amma dədiləşdirəndə nə olur? Sizə olur. Güzel olur. Demək yazdı. Kəmə kutibə aləl-ləzinə min qablikum. Demək necə ki, kəmə necə ki deməkdir. Kutibə yazıldı aləl-ləzinə min qablikum. Min qablikum sözün mənası sizdən öncəki deməkdir. Sizdən öncəkilərə necə ki yazılmışdı. O belə. Ləğəlləkum təttəqun. Demək, Bəqərə 183-ə gəldik. Ləğəlləkum təttəqun. Ləğəlləkumun tərcüməsi budur ki, ləğəllə və kumdan ibarətdir. Ola bilsin siz. Bəlkə siz mənasındadır. Təttəqunə. Yəni, təqvalı olasınız. Bax, təttəqunə təqva sözündən götürülür. Əyyəmən məqdudət. Allah Teala görün nə buyurur bizdə. Burada demək, əyyəmun gün deməkdir. Məqdudətunda sayılmış deməkdir. Demək, sayılmış günlərdəndir. Demək, məlum olunmuş günlərdəndir. Demək, sonra gəlir. Fəmən kənə minkum məridan. Demək, sizlərdən kimsə. Burada fəmən deyəndə, fə burada ərəb dilində bağlayıcı gedir. Mən kim deməkdir? Kənə oldu deməkdir. Minkum sizdən. Məridan. Xəstə deməkdir, məriz. Məriz sözünün cavabından, bu ərəb sözüdür. Yəni, həm biz də işlədik, ərəblər də işlədik. Sizlərdən, sizin içinizdən, minkum, sizin içinizdən kim xəstədirsə, o və ya alə səfərin, səfər üzərində olarsa, yəni səfərdə olarsa, fəiddətun min əyyəmin uxar. Başqa günlərdə əvəzini çıxmaq, yerdə yetirmək. Və aləl-ləzinə yutiqunəhu fidyatun təamu miskin. Buyurur ki, Allah Teala, o kəslərin ki, taqəti yoxdur oruç tutmağa, məsələn, xəstələr, qocalığa görə tuta bilməyənlər, tutalım da, indi o xırdalayacaq bundan sonra. O insanlar nə eləməlidir? Yoxsulu demək, doyduracaq qədər bir az miqdarında doyduracaq qədər nə eləməlidir? Fidyə verməlidir. Yəni, bir çörək pulu 750 qram buğda gedir bu şəriətdə. Ayənin dalınca gəlir. Fəmən tətəvvəqə xayran fəhuvə xayrulləh. Tətəvvəqə könüllü deməkdir. Xayran, kim könüllü bir işi görsə, fəhuvə xayrulləh. Onun üçün olar. Onun özünə yaxşılıq olar. İndi ayənin dalını oxuyuruq. Və ən təsumu xayrun ləkum. Allah Teala buyurur ki, oruç tutmağınız sizin üçün nə qədər faydalıdır. İn kuntum təqləmun. Yəni, in kuntum, in ərəb dilində şərt ədatıdır. İn, əgər bilsəydiniz. Bax, bu mənada gedir. Sonra gəlir. Bəqərə surəsi 185. Şəhru Ramazanəl-ləzi. Ramazan ayı. Unzilə fihil Qur'an. Unzilə nazil olunmaq deməkdir. Ənzələ nazil olmaq, unzilə onun feilin məhsul növüdür. Nazil olunmaq deməkdir. Demək, o ayda, demək, həmin ayda Qur'an nazil olub. Hudən linnəsi. İnsanları, hudən doğru yol göstərmə deməkdir. İnsanlara doğru yol göstərmə.
və bəyyinətin minəl huda vəl furqan. İnsanlara doğru yol göstərmək üçün doğru yolu haqdan və batildən ayırmaq üçün açıq aydın dəlillər göndərərək. Evet. Sonra gəlir. Demək, fəmən şəhidə minkumus şəhrə fəlyəsum. Allah Teala buyurur, kim həmin ayda ayı görsə, nə eləməlidir? Orucunu tutmalıdır. Minkum məridən, bəli, kimlər ki xəstədir, səfərdədir, başqa günlərin əvəzini tutmalıdır. Yuridullahu bikumul yusra. Allah Teala demək, sizlərə asanlıq gətirər. Bəli. Və la yuridu bikumul usra. Allah Teala sizə çətinlik etmək istəməz. Bəli. İstəməz. Və litukmilul iddə. Allah Teala buyurur ki, orucu tamamlayın. Sonra gəlir ki, və litukabbirullaha. Allahı uza tutun. Tukabbirullaha. Cavabda bu təkəbbür sözündəndir. Təkəbbür sözü yalnız Allaha məxsusdur. İnsana məxsus onun söhbətdir. Yalnız və yalnız Allahı deyir, uza tutun. Ayənin dalına da Alə mə hədəkum. Sizi doğru yola gətirdiyinə görə Allahı uza tutun. Bəli. Bəli. Bu dekanlar. Teşekkür ederim. Çok sağ olun müəllim. Çok sağ olun müəllim. Allah razı olsun sizdən. Ayələrin də izahatını verdiniz. Minnətdaram sizə. Heç müəllim, belə Ramazan ayından, Ramazan bayramına söz düşmüşdən müəllim, bir aktual məsələlərdən də gündəmə gətirək müəllim. Bugün insanların bəzi məsələlərdə, hər Ramazanda müəyyən məsələlər var ki, insanlar üçün qaranlıq qalır. Nələr orucu pozur, nələr orucu pozmaz. Bu məsələlərə aydınlıq gətirərdiniz müəllim. Bəli, bəli. Hamısının qaydaları və qanunları nədir verilmişdir. İndi demək biz şəriətə müraciət edəndə baxırıq görək hansı hallar orucu pozur, hansı hallar oruç tutana haramdır, hansı hallar oruç tutana məkruhdur. Biz onları ayrı eləməliyik ki, orucumuzun da fəziləti neysin, yüksək dərəcədə olsun. İndi məsələn, orucu pozan hallarla şəriətdə rastlaşır. Birinci, yemək və içmək. Bu orucu batil edir, bir məna şəkildədir. Yemək və içmək. İndi onun da xüsusi müddəaları var ki, indi mən inşallah bunları sadalayandan sonra onun barəsində məlumat verəcəm. Sonra Allaha, Peyğəmbərə yalan danışmaq. Məsələn, bir kəs Allahın, Peyğəmbərin adına yalan danışır. Əstəğfirullah, nazirullah. Məsələn, Peyğəmbərin adından hədis danışır. Əgər siz, ya mən, ya siz kimsə auditoriya belə bir şey eşidirsə, onda həmin adama sual verməli ki, sən onu hansı mənbədən oxumusan? Ola bilər ki, o danışan adam, moizə edən adam deyir, amma sizin baxırsınız ki, bu düzgün hədisə oxşamır, məsəl üçün deyirəm. Onda siz ona sual verə bilərsiniz ki, siz onu hansı mənbədən oxumusunuz? Əgər dəlil gətirsə, sübutu düz olsa, demək, axı oruç tutub bu şəxs. Onda onun orucu yox. Əgər həmin oruç tutan səhv deyirsə, hədisin mənbəni səhv gətirirsə, Peyğəmbər barəsində, ümumiyyətlə Allah barəsində nəsə bir yalan danışırsa, artıq onun orucu oldu batil. Demək, belə şeylərə çox diqqətli olmaq lazımdır. Sonra orucun, demək, tozu boğaza çatdırmaq. Bu sualı da çox nədir? Bəli, tozu boğaza çatdırmaq. Məsələn, tutalım ki, bir yerdə bir fəhlə işləyir. Onun işi tozludur. Tutalım ki, siment zavodunda işləyir, məsələn. Orada axı tozlanma var. O adam özü mütləq qorumalıdır. Əgər onun boğazına toz yetişsə, onda onun orucu batildir. Yəni, o özü mütləq nətərsə qorumalıdır. Ya maska ilə, ya özünü qorumaq üçün maskadan istifadə eləməlidir. Ümumiyyətlə çalışmalıdır ki, boğaza toz yetişməsin. Əgər yetişdirsə, oruc batildir. Sonra, orucun
digər müddəasında buyurulur ki, əgər oruç tutan şəxs səhərə qədər cənabətli, nifas, heyz halında olarsa, elə bir ki, yatdı, ayılmadı da, artıq onun tezdən durduğu oruca artıq vaxt da yoxdur, durub artıq şey girib, iftar da girib, tezdən iftar yoxsa imsaka durub, artıq gecdir. Onda cənabət qüsuru varsa, nifas, heyz halındasa, onda artıq onun orucu batildir. Oruç tuta bilməz. Sonra başqa imalə etmək və bilərəkdən qusmaq, qaytarmaq. Bilərəkdən. Əgər bir şəxs şəriət yazıb ki, bilməyərəkdən olsa, bu, bəli, ona güzəşt var. Yəni, orucunu nə eləməlidir? Tutmalıdır. Amma bilərəkdən qaytardısa, onda onun orucu nə olur? Batil. Bax, orucun belə müddəaları var. İndi başqa sualınız varsa, Cavidan müəllim, verə bilərsiniz mənə. Ramazan söhbətlərimizi inşallah müəllim davam elətdirək. Aktual suallardan biri də odur ki, müəllim, insanların maddi nöqteyi nəzərdən belə deyək, ac qalmaqdır, susuzluqdur. Bu kimi riayət edə bilir. Bəs müəllim, mənəvi boşluqlarımızı necə dolduraq müəllim? Yəni necə tutaq da orucu? Yəni o mənada. Yəni bizim Cavidan müəllim, bizim mənəvi qidamız Qurandır. Bəli, bizim mənəvi demək qidamız Qurandır. Demək şəxsin əlbəttə hər bir müsəlmanın Qurandan xəbəri olmalıdır ki, bu Allah Taala'nın hökmüdür. Mütləq bunu vacib yerinə yetirmək lazımdır. Əgər o yerinə yetirmirsə, onun sağlamlığı imkan verirsə, yerinə yetirmirsə, o Allah qarşısında mütləq sorğu-sual olacaq. Çünki oruc vacib əməldir. Namaz da vacibdir, oruç da vacibdir. Ona görə mütləq təbliğatlar aparılmalıdır. İnsanlara əmr be məruf, nəhy əz münkarı başa salmaq lazımdır. Başa salmaq lazımdır ki, qardaş, Allah sənə bunu ildə bir dəfə vacib buyurur da, sən ona yəni mütləq əməl eləmək lazımdır. Yəni təqvalı olmaq lazımdır. İkincisi də ki, Cavidan müəllim, o oruç tutmağın Allaha heç bir elə bir ki, nətərdir, bizə xeyri var. Onun Allaha xeyri yoxdur, bizim özümüzün xeyrinədir. Çünki bunu Quranda buyurub və bizim bu sağlamlığımız üçün çox mühüm amillərdən biridir. Burada Cavidan müəllim, mən sizə onu deyim ki, oruç tutmaq təkdə az qalmaqla deyil. Oruç tutan adam həm gözü, həm qulağı, həm qarnı, bütün övrəti, bütün hər yeri oruc olmalıdır. Yəni biz şuurlu şəkildə bu orucu tuturuq. Bağışlayın məni, bizə bir dənə misal çəkim, o heyvanı da qoyarsan bir tövləyə, ağzını bağlayarsan, ona yemək verməzsən, o da az qalacaq. Biz onu əqilli şəkildə tuturuq. Çünki qeybət eləmək olmaz, göz naməhrama baxmamalıdır ümumiyyətlə, sonra qeybət olmaz, sonra bütün övrət, gözün də hər tərəfli, bütün hər yerimiz oruc olmalıdır. Ona görə orucun hökmləri həqiqi mənada çox möhtəşəmdir. Gələk buna biz riayət edək. Oruç tutana məkruh olan nələrdir? Yəni məkruh birisi, yəni bəyənilməyən işlər. Bəli, oruç tutana bəyənilməyən işlər aşağıdakılardır. Birinci, gözə dərman tökmək. Gözə. Bırına dərman tökmək. Xoş ətirli bitkiləri iyləmək. Sonra addikalon vurmaq, duxu vurmaq. Ümumiyyətlə, ətriyyat şeylərindən gərək biz qəti uzaq olmalıyıq. Bir də görürsünüz ki, Ramazanda indi mömin qardaşlar bilmirlər, eləmirlər, gəlirlər, ətir vururlar, ətirlənirlər. Axı, deyirik ki, bu olmaz, çünki məkruh əməldir. Gərək, heç olmasa bunun hökmlərinə biraz riayət eləmək lazımdır. Çünki ətir vuranda o qidalanma gedərlər, burununa ətir girir və orada haradasa insanda bir qidalanma növü kimi bir şey yaranır. Düzdür, batil eləmir. Diş sürtmək necə? Diş sürtmək, bəli. Cavidan müəllim, diş çəkmək olmaz, diş çəkdirmək olmaz. Çünki dişdən qan gəlir. Amma əgər insan bilsə ki, o qan onun ağzına getməyib,
aşağı, yəni boğazdan. O diş çəkdirmək olar. Amma ki, mütləq yəqinə çatmalıdır ki, qan onun boğazına getmir. Yaxşı olar ki, oruç tutan vaxtı, oruçlar, belə işlərdən gərək uzaq olaq. Ehtiyatlı olmaq lazımdır. Yəni, qan almağı da bura, Qan məsələsi. Qan almaq, Bu bəli, da çox sual suallardan biri. bəli. Cavidan müəllim, qan almaq. Şəriət buyurur ki, zəifliyə səbəb olan hamama getmək, Bəli. qan almaq, zəifliyə səbəb olan hamama getmək, bunlar məkruhdur. Batil eləmir, amma məkruhdur. Oruç tutana görə iynə vurdurmaqdan da biraz uzaq olsun. Əgər iynə venaya yox, əzəliyə vurularsa, bunun eybi yoxdur. Əzələ iynəsini vurdurmaq olar. Amma damar iynəsindən bir qədər çəkilmək lazımdır. Amma o da batil eləməz, amma çəkilmək lazımdır belə şeylərdən. Bəli. Mənim digər aktual suallardan biri də dəfələrlə səs texniki problem. Gəldi mənim, səsim gəlir. Yox, bəli, səs gəlir. Aktual suallardan biri də budur ki, müəllim, bu Ramazan ac qalıram deyir, mənə deyir, bu nə verir deyir. Elə əslində bu sualı siz cavablandırdınız, sadəcə əlavələrinizi yenə etmək istəyirəm. Məsələn, dəfələrlə insanlar olur ki, məsəl üçün Allah-u Teala bizdə axı İxlas surəsi və digər surələrdə də qeyd edir ki, Allah-u Teala'nın ibadətə ehtiyacı yoxdur. Demək ki, mən ibadət etməsəm, nə ehtiyac var ki, etmirəm də. Yəni oruç da tutmuram, namaz da qılmıram. Bunları etmirəm. Allah-u Teala mənim ibadətimə ehtiyacı yoxdur. Onlara tövsiyəniz nə olardı müəllim yenə də? Mənim tövsiyəm bundan ibarətdir ki, Cavidan müəllim. Birincisi, oruç tutan vaxtı insanın günahları necə bağışlanır? Oruç tutan insanın ki, o aclıq müddəti olur ki, o aclığa dözür ha, səbr edir ha. Bəli. Ola bilər susuzluğa yanıqlığı ola bilər, ya yeməyə. Ola bilər də insan, hamı da olur bu. O müddətdə ki, o səbr eləyir ha. Həmin o səbr elədiyi müddətdə də Allah onun günahlarını bağışlayır. O susuzluğa ki dözür, aclığa ki dözür, həmin müddətcə Allah Teala onun günahlarını bağışlayır. Sonra o insanlar var ki, deyir ki, bəli, bir də görürsünüz ki, çox təəssüflər ki. Bəli, bir də görürsünüz ki, bilirsiniz nə suallar olur. Deyir ki, əşim, mən oruç tuturam, namaz qılmıram. Və yaxud deyir ki, mən namaz qılıram, amma oruç tutmuram. Bilirsiniz bu nəyə bənzəyir? Elə bil ki, bir binanı tikirsən, gətirsən, həmin binanı yarımsıq vəziyyətdə qoyub harasa çıxıb gedirsən və onu bina eləmirsən. Bu insanın işinin yarımsıqlığıdır. İşi bütöv görmək lazımdır. Axı Allah bizə sorğusunu eləyəcək axı. Namaz barəsində də, oruç barəsində də mütləq bizə sorğu olacaq. Təəssüf ki, Cavidan müəllim, o insanların çox güman ki, elmdən xəbərsiz olmaqları, çox dar mühitdə olmaqları, şəriəti, dini bilməməkləri, gərək insan həqiqi mənada, Cavidan müəllim, Allahı qəlbi ilə sevsin. Allahı sevsin ki, bəli. İki aktual suallar da əlavə edəcəm müəllim sizə. Demək müəllim, birinci sualımız ondan ibarət idi ki, demək ibadətlə məşğul olan şəxslərə, ibadət olmayan şəxslərin müəyyən düşüncələr və fikirlər yürüdür. Məsəl üçün qeyd edir ki, məsəl üçün bir insan deyir, içki də içir. İbadətlə məşğul olmur, amma gəlir Ramazan ayı müddətində oruç tutur. Bəli. Və onu digər insanlar biraz müəyyən dərəcədə pis baxılır. Deyirlər ki, yəni gərəksizdir, sən gəldin Ramazanda, sən o müddətdə Allaha mı yaxın olacaqsan? Konkret fikir yürüdürlər mənim. Bu haqqda düşüncələrinizi bilmək istəyirəm mənim. Bir də belə bir düşüncələr də formalaşıb ki, burada siz də vurgulamışdınız mənim müəyyən məqamları. Namaz qılmırsansa oruç nəyə gərək? İnsanların bu düşüncələri, bu fikirləri, bu sualları var müəllim. Bu aktual suallardır və biz bu sualları cavablandırmalıyıq ki, müəllim, insanlarda qaranlıq nöqtələr qalmasın. Buyurun müəllim, söz sizdə. Cavidan müəllim, düzdür, mən də özüm də bu yaşadığım şəhərdə insanlar arasında təbliğat aparanda çox belə təzadlı suallar olur. Yenə deyirəm, insanların maariflənməməsindən bu irəli gəlir. Məsələn, mənə bəzi insanlar deyib ki, mənim ürəyim təmizdə, mən neyinirəm, namaz qılım. Cavab nədir? Mən də demişəm ki, o insanlara, həqiqi məni öz başıma gəlir. Deyirəm ki,
Peyğəmbər sallavatullahın qəlbi dünyada bütün insanların qəlbindən təmiz idi. Düzdürmü? Deyir, hə. Deyirəm, onun namazından əl çəkmirdi. Peyğəmbər kimi şəxsiyyət, qəlbi təmiz insan, namazdan əl çəkməyib. Amma sən bəhanə gətirirsən ki, o insan, mənim qəlbim təmizdir Allahla. Bu bəhanədir. Namaza bəhanə ola bilməz. Oruca da bəhanə ola bilməz. Orucun yeganə bir üzr bundan ibarət ki, kimlər oruç tuta bilməz? Demək, qocalığa görə, xəstəliyə görə, demək, üzr istəyirəm, hamilə qadınlardır, övladlarına süd verən qadınlardır. Bunlar oruç tutmaqdan azaddılar. Amma bir şərtlə. Hər gün üçün bir çörək pulunu kasıb-küsuba verməlidir. Hər gün üçün. Sual verirlər ki, mən bunu necə verim? Hər gün aparım bir kasıba verim, yoxsa necə verim? Deyirəm ki, yox, ehtiyac yoxdur hər gün. Tutalım ki, insanlara başa salmaq lazımdır ki, 750 qram buğda eləyir, bir müd 750 qramdır Quranda, 750 qram buğda eləyir. Bu da təxminən bir çörəyin puludur, bir çörək. Həmişə yadımızda saxlayaq ki, biz bir şeyi ölçəndə təmiz, xalif, safla ölçməliyik. Tutalım ki, yüksək keyfiyyətli çörəyin qiyməti 70-80 qəpikdir də, belə götürək. Biz həmin o çörəyin pulu ilə, yüksək keyfiyyətli çörəyin pulu ilə götürməliyik. Demək, bir gün üçün 70 qəpik eləyir. Bu, demək, bu fidyədir da, bu fidyədir. Aya vuranda 21 manat pul eləyir. Demək, sən o pulu kasıb-küsuba ayın axırında da aparıb verə bilərsən 21 manatı, ya hər gün də verə bilərsən o 21 manatı. Amma fitrədə ona dəxli yoxdur ha, fitrənin. Fidyəni verdin, fitrən də sənin ayrıdır. Fitrənin də özünün hökmləri var ki, hər bir ailə başçısı öz öhdəsində olan insanlara görə 3 kilogram təmiz buğdanın pulu qədər nə çıxartmalıdır? Fitrə çıxartmalıdır. Fidyə başqa, fitrə də üstünə gəlir onun. Demək, oruç tutmayan kəs həm fidyəsini verməlidir, həm də fitrəsini verməlidir. Bir də ki, buyurun. Bir də ki, yəni o oruç, namaz qılmayan, oruç tutmayan insanlara, yəni mənim ola tövsiyələrim bundan ibarətdir ki, əgər kim Allahı həqiqi qəlblə, təmiz qəlblə sevəcəksə, o insanlar həm namazını da qılacaq, həm də orucunu tutacaq. Yox, kim də ki, onun naqisliyi olacaq imanda, artıq birini eləyəcək, birini eləməyəcək. Və yaxud da bir də görürsünüz ki, namaz qılır, biraz qılır, axırda elə tullayır namazın onunla çıxır gedir. Bu insanlarda imanın naqisliyindəndir. Müəllim, bizdə İslam dinində vurğulanan məqamlar var ki, bəzi məqamlar var ki, o bizdən İslam dinindən əvvəlki dinlərdə də qeyd olunur. Və onları da müəyyən insanlar var ki, əsas götürürlər ki, bu tək İslamda olmayıb, ondan əvvəlki dinlərdən gəlib bu. İndi müəllim, biz bunun üçün dinləri tarixinə və dinlərin müqayisəli təhlilinə qeyd edəməliyik müəllim. İndi müəllim, sizin də fikirlərinizi almaq istəyirəm müəllim. O insanların əsas fikirlərini götürsək müəllim, doğrudanmı bu Ramazanı biz İslama aid etməyək? Aha, başa düşdüm. Bilirsiniz, siz tamamilə doğru buyursunuz. Bax, xristianlıqda da, Yahudilikdə də oruc olub. Məsələn, İsa aleyhissalam, Musa aleyhissalam, bunlar 40 gün, 40 gecə, məsələn, Musa aleyhissalam, demək, Tövratın lövhələrini götürmək üçün o dağa gedirdi, Tur dağına gedirdi. Allah Taala'dan ona əmri gəldi ki, ey Musa, 40 gün, 40 gecə oruç tut. 40 gün, 40 gecə oruç tuturdu, gedirdi, həmin o lövhələri götürürdü Musa aleyhissalam. İsa aleyhissalam da həminki kimi 40 gün, 40 gecə o da oruç tutardı. Onların orucu ilə müsəlmanın orucu arasında böyük fərqlər var. Bəli, mən indi vurğulayıram onu ki, niyə görə? Çünki
Mesela Hristiyanların orucunda onlarda Pasxa bayramı deyirlər. Hər il aprel ayında olur da. Onlar su ilə çörəklə qidalanırlar. Bu demək onların Pasxa dövründə. Amma biz müsəlmanlar sübh tezdən duraraq sübh azanına qədər yeməliyik və şam azanından sonra da iftarımızı açmalıyıq. Demək alimlər belə qənaətə gəliblər ki, mütəxəssis alimlər, həkimlər məhz müsəlman orucunun çox böyük insan orqanizminə faydaları var. Bunu tədqiqatlar göstərir. Həddindən artıq çox faydası var. Amma Hristiyan orucundan, yəni bizim müsəlmanların orucunun faydası Hristiyanlardan nədir? Daha çoxdur. Demək, orqanizm az qaldıqda nələr baş verir? Birinci, insan bədənində olan duzlar tökülür. İkinci, qan dövranı sürətlənir. Ağciyərin fəaliyyəti yaxşılaşır. İnsanda, demək Cavidan müəllim, ağır xəstəliklərə qarşı immunitet yaranır. Rak xəstəliyinə qarşı, apendist xəstəliyinə, apendist. Demək olar ki, oruç tutan insanlarda bu xəstəliklər çox nadir hallarda olur. Rakdır, apendist xəstəliyidir. Çünki apendist xəstəliyi nədən əmələ gəlir? Bu, bağırsaqlarda olan o artıqlar ki, insanın bədənində, məsələn, semiska yeyir, gedir, neyir? O bağırsaqları tutur da, yolunu tutur, ödü tutur, öd yollarını. Biz oruç vaxtı tutanda tamamilə həmin o öd yollardır, böbrəklər həmin o duzlardan və demək o şeylərdən təmizlənir, yığımlardan, duz qalıqlarından. Həmin o müddətdə təmizlənir və insan bir növ maşını ki necə təzə yığdırırsan, insanın da orqanizmi və həmin o şəkildə olur. Demək, bizim müsəlmanın orucu çox-çox faydalıdır, nəinki o biri ümmətlərin orucundan. Bir də mənim iftar süfrələrindən danışmaq istəyərdik müəllim. İftar məclisləri ənənəsindən müəllim və evlərdə azan səsinin olması müəllim. Bəli, məsəl üçün yəni azan səsinin eşidilməsi müəllim. İftar süfrəsinin olması, canlı azan səsi eşidilməsi. Məsəl üçün bugün bilirik ki müəllim, sosial məsələn telefon üzərindən azan verilir müəllim. Onun müəllim orada verilən azanla canlı azan arasında, canlı verən din xadimi azan arasında fərqlər var müəllim. Yəni indi bu ümumiyyətcə bu azan məsələsi və iftar ənənəsi müəllim. Bu haqqda mənim fikirlərinizi almaq istəyərdim. Ümumiyyətlə hansı evdə azan verilirsə, ümumiyyətlə o həmin evdə inşallah xeyir bərəkət də olar. Bəli. O yaxşı oldu ki, məsələn, əgər bir şəxs özü tutan, hər bir adam azan verə bilir də, amma o sidqi qəlblə ki, o telefonu qoşursa, ya hər hansı bir mənbədən eləyirsə, o azanı, o çox yaxşı bir əməldir. Əlbəttə ki, heç vaxt gərək evlərdən azan səsi kəsilməsin. Həmin evə heç vaxt şeytan daxil olmaz. Azan səsi gələndə şeytan qaçır. O həmin azan səsindən şeytan qaçır. Dünyada demək, alimlər tədqiq eləyiblər, Cavidan müəllim. Ən yaxşı səs azanın səsidir. Təsəvvür edirsiniz, bunu ən belə xoşa gələn, ən təsirli səs dünyada azanın səsidir. Onu hətta bizim müsəlmanlar yox, bunu xristiyanlar da, xristiyan alimlər də özləri bunu təsdiq eləyirlər. Və insanlardan da sorğu aparırlar küçələrdə. Məsələn, xristiyandır, eşidir azanın səsini, o dəqiqə elə bil ki, ona nəsə bir ruhi cəhətdən, mənəvi cəhətdən müsbət təsirlər olur. Yəni, azanın əlbəttə ki, evlərdə olmağı çox yaxşıdır. Əgər insanın özü, Cavidan müəllim, özü gərək canlı şəkildə verirsə, bu hamısından yaxşıdır. Bu şəriətdə də buyurur ki, gərək evdə azan verilsin, müəyyən orta səslə verilməyi, azanın verilməyi daha yaxşı olur ki, orta səslə evdə azan verilsin. Bu çox yaxşı əməldir, çox bəyənirəm, əlbəttə, çox yaxşı əməldir. Müəllim, bir də aktual məsələlərdən biri də vurğulanır ki, müəllim. Bəzi insanlar belə vurğulayır ki, öz fikirləri ilə, düşüncələri ilə iftar məclislərində iştirak edən insanlar ancaq oruç tutmalıdır, müəllim. Ona görə də müəyyən insanlar tanıyıram ki, onlar oruç mərasimlərində iştirak etmir, müəllim. Bu haqda müəllim fikirlərinizi almaq istərdik. Mən başa düşdüm sizə, tamamilə doğrudur. Mən sizə bir şey deyim, Cavidan müəllim. Əgər elə bir şey hardasa baş verirsə,
Gərək oradakı oruç tutmayan insanlar var ha. Onlara gərək heç kim onu nöqsan tutmasın. Bəli. Nöqsan tutmaq olmaz. İştirak eləsin. Nə olar ki? O insan gəlir məclisə, insan gəlir. Həmin adamlar yaxşı olar ki, təbliğat aparmaq. Ən gözəl üsuldur. Ona yaxınlaşmaq, təbliğat aparmaq ki, məsəl üçün, sən də gəl Allahın yoluna. Biz dəvət eləməliyik də biz. İnsanları dəvət eləməliyik. Və Peyğəmbər salavatullah günlərin birində axı çox təbliğatlar apardı, çox əziyyətlər çəkdi də İslam yolunda. Günlərin birində çox yorğun halda dayanmışdı, təbliğat aparırdı. İnsanlar imana da gələn vardı, imana gəlməyən də vardı. Cənab Cəbrail nasıl oldu? Dedi, ya Peyğəmbər, sən təbliği apar. Kim imana gəldi, özü bilər. İmana gəlməyən də özü bilər. Heç kimin yerinə cavab verməyəcək, sualı cavab verməyəcək axirətdə. Sözünüzə qüvvət müəllim. Bu kimi sözlər və fikirlər oruç tutmayan insanları qarşı müəyyən qəlblərində bir şeylər, pis bir şeylər hakim olur mənim. Çünki bəlkə də o oruç tutmayan insanlar da digər insanlara baxar, oruç tutar. Amma sanki biz oruc üzərindən təkəbbürlənməməliyik də. Yəni mən orucam Allah üçün edirəm. Amma onu sanki digər insanlara göstəriş halında tutduğum orucu digər insanlara əzməyək də tutduğumuz oruçdan müəllim. Mən bunu vurğulamaq istəmirəm. Bəli. Biz insanlarla münasibətdə olanda dəfələrlə bəzi insanlarda vurğulanır ki, sən niyə oruç tutmursan? Tənqid edir. Az qala hələ irəli də gedir bəzən. Olmaz. Cavidan müəllim, mən belə hallarla öz şəhərimdə rastlaşmışam. Sumqayıt şəhərində məndə elə şeylər olub, həqiqi mənada. Təbliğat aparıb çox kobud şəkildə deyiblər. Niyə namaz qılmırsan? Hətta belə deyiblər, namaz qılmayan yeri cəhənnəmdədir. Belə söhbətlər olur. Mən belə təbliğatla heç yerə getmək olmaz. İnsanları ikindirmək olmaz. Bax, ən gözəl təbliğat aparan Peyğəmbər salavatullah olub. Bax, Peyğəmbər salavatullahın zamanında onun arxasında gəlib namaz qılıblar, keyfli halda da namaz qılıblar. İçkili halda da namaz qılıblar. Gəliblər Peyğəmbərimizə ərz ediblər ki, ya Peyğəmbər, bunlar içkilidir də, bunları tənbih eləmək lazım. Bu sözün altına xüsusi vurğulamaq lazımdır. Bəli. Deyiblər ki, ya Peyğəmbər, bu sənin arxanda namaz qılanlardan içkili olan da var da. Peyğəmbər əleyhissalam, Allah ondan razı olsun. Deyib ki, heç nə demin, onlar imana gələcək. Bir müddət bu hal baş verəndən sonra həmin adamlar içkini buraxdılar və gəldilər namaz qıldılar. Niyə görə? Peyğəmbərimizin gözəl əxlaqı sayəsində. Çox gözəl əxlaqı vardı. O xalq, o nümunə o insanlara neynədi? Dərs verdi. O insanlar gəldilər namaza. Hətta sizə bir dənə də mən fakt deyim. Günlərin birində biri şərab içirdi. Gəldi Peyğəmbər sallavatullahın yanına. Dedi, ya Peyğəmbər, mən şərab içirəm. Belə indi ata bilmirmiş də yəqin ki. Mən neynəməliyəm? Peyğəmbərimiz salavatullah bu adam tez gəlib gedirmiş də. Birisi nə deyib Peyğəmbərimiz ona? Deyib, get. Heç o yalan danışma. Demək, o adam gedib, fikir ver. O adam gedib. Bir müddət sonra bu adam fikirləşib ki, mən bu məscidə qayıdandan sonra axı Peyğəmbər məni görəcək. Mənə deyəcək ki, sən bu içkini tullamısan. Mən ona nə deyəcəm? Axı o mənə deyib, axı yalan danışma. Mən ona desəm ki, içkini tullamışam, demə mən yalan danışmalı olacam. Onun bir dənə sözə görə içkini tulladı. Peyğəmbərimizin bax, bir dənə sözünə görə. Gözəl təbliğatçı olub, insanlarla xoş davranıb və Quran-ı Kərimdə ayələr var ki, ya Peyğəmbər, əgər sənin xulqün gözəl əxlaq sahibidir, əgər sən onlarla kobud davransaydın, sənin ətrafından dağılışıb gedərdilər. Ayələr var, Quranda elə bir ayə var. Ona görə də insanlara gözəl dəvət lazımdır, gözəl təbliğat lazımdır, insanları çirkindirmək lazım deyil. Məsələn, bir dəfə bir yerdə söhbət oldu, namazın, məsələn, necə təbliğ eləmək lazımdır? Bir nəfər mənə dedi ki, mən namaz qılmıram, biraz söhbət elədi onu. Mən ona bir dənə nümunə gətirdim, Cavidan müəllim. O namaza gəldi ondan sonra. Dedim ki, açman kəs, aç çəkmək istəmirəm. Dedim, bilirsiniz namaz nəyə oxşuyur? Namaz. Dedi, nəyə? Dedim ki, bir kəs xəstələnir. Dedi, bəli. Dedim, həkim çağırırsan da?
Dedi, bəli, həkim çağıram. Deyirəm, həkim sənin gəlib, diaqnozunu ölçüb, dedi, bəli. Sənin xəstəliyi ayrı eləyəndən sonra sumkasından bir maye şəkildə dərman verir sənə, tutalım. Sən o dərmanı qəbul eləməlisən, yoxsa yox? Dedi, bəli, qəbul eləməliyəm. Dedim, yaxşı. Demək, qəbul eləməyən insan, demək, onun nəsə biraz əqli qüsurlu insandır. O kim dərmanı qəbul eləməsə. Dedim, düzdürmü? Deyir, bəli, düzdür. Dedim, namazı da Allah elə dərman şəkildə sənə qaşıqda göndərib. İndi demək olarmı ki, mən o dərmanı istəmirəm? Xeyr. Əqli qüsurlu insan deyəcək, düzdürmü? Dedim, bax, namazla onu oxşayır. İndi bizim əsas söhbətimiz Ramazan ayıdır, oruçluq ayıdır. Yəni bu ayın həqiqi mənasında gərək bu ayın fəzilətini əldən verməyək. Peyğəmbər sallallahu bir dənə də hədis buyurur. Buyurur ki, kim bu ayın fürsətini əldən verdisə, o insan bədbəxt insandır. Bədbəxt insandır. Demək, Ramazan ayının axı bunun qədir gecələri var. Ramazanın 20-ci gecəsindən biz bilirik ki 30-cu gecəsinə qədər qədir gecələridir. Düzdürmü? Qədir gecələri barəsində alimlər belə buyurur. Bəziləri 21-23-cü gecədə buyurur. Bəziləri 21, 23, 25, 27-ci və 30-cu gecələri buyurur. Alimlər arasında biraz ixtilaf var. Qədir gecələri axı məxfidir. İndi sual olunur ki, Ramazan ayında Qədir gecəsinin məxfiliyi niyə görə məxfidir? İnsanlara niyə görə bu gizli saxlanılıb? Axı Peyğəmbərimiz güya bilmirdi Qədir gecəsinin vaxtını, bilirdi. Onun sahabələri də bilirdi, əhl-i beyti də bilirdi vaxtını. Amma niyə gizli qaldı? Alimlər kitablarında açıqlayırlar ki, insanların Ramazan ayına diqqətini artırmaq üçündür. İnsanlar çox dua eləsinlər, çox istəsinlər Allahdan. Bu insanın özünün nədir? Xeyri üçündür. Və ona görə də Qədir gecələri elə məxfi saxlanılır. Ona görə ki, Qədir gecələrini tapmaq üçün, Cavidan müəllim, Qədir gecəsinin savabını tutmaq üçün nə eləmək lazımdır? Kim 20-ci gecə ilə 30-cu gecənin arasında yatmasa, ibadət itaətini eləsə, bir günü tutub, Qədir gecəsini tutdu. Mənim sözünüzə qüvvət, son zamanlar belə bir düşüncələrdə ortaya qoyulur ki, bilirsiniz nə var deyir, elə belə də sadə dillə də deyirəm mənim. Bunlar boş şeydir. Qədir gecələri. Siz deyir, ac qalırsınız, deyir, siz kasıbların halından anlamırsınız. Bu kimi söhbətləri mən ümumi olaraq ümumi məqsdə bunları izahat verəcəyim mənim. Mən bu barədə Cavidan müəllim, mən bir şey deyərdim. Bu cahillik əlamətidir. Çünki insanların elmsiz olmağı var ha. İnsanların elmsiz olmağı onları bu həddə gətirib çıxarır. Bəli. Hətta belə insanlarla heç ümumiyyətlə mübahisə eləməyin yeri yoxdur. Onlara əgər dəvət elədinsə, yaxşı dəvət. Əgər imana gəlmədilərsə, özləri bilərlər. Amma bunların hamısının qaynağı, hamısı cahillikdəndir. Yəni deyirəm, qəlbdə Allaha məhəbbət olmalıdır ki, həmin insanlar həm namazlarını qılsınlar, həm oruçlarını tutsunlar. O insanların arasında. Bir də mənim aktual suallardan biridir. İnsanlar dəfələrlə vurulur ki, biz hər gün niyyət etməliyik. Bu haqda mənim. Ramazan üçünmü? Bəli. Şəriətdə bunun barəsində məlumat var. Demək, insan Ramazan ayının başlanğıcından deyə bilər ki, mən bütün ay tutacam oruç, niyyətini bütün aya da eləyə bilər. Bütün ay. Hər gün içində ayrı-ayrı niyyətini eləyə bilər. Bunu şəriətdə var. Niyyət dərsində bunun barəsində məlumat var. Həm belə də eləyə bilər, həm belə də eləyə bilər. Amma nə ehtiyac var ki, hər gün üçün ayrı-ayrı niyyət eləmək? Elə Ramazanın bəri başından niyyət edəsən bütün aya, bununla da qutardı məsələ. Bəli, o haqda mənim fikrinizi görüşüm. Niyyətdən də çox şey. Sonra Cavidan müəllim, bir dənə də şey demişsə, mən görmüşəm şəxsən, o hallarla rastlaşmışam. Oruclu halda qeybət etmək. Oruclu halda qeybət etmək. Kim oruclu halda qeybət edərsə,
Elə birisi nə oxşur? Yediyini qaytarmağa bənzəyir. Qətil olmaz. Oruç tutana qətimə olmaz ki, qeybət eləsin. Deyir ki, oruç tutanı hətta yatmağı da ibadətdir. Amma bir dənə qeybətdən başqa. Yatmağı da ibadətdir. Amma bir dənə qeybət eləməsin. Bunun barəsində Peyğəmbər Salavatullahın hədislərində var. Bu deyilir. Çox yatmaq da orucun mənəvi cəhətdən korlayır müəllim. Çox yatmaq. Yox. Ümumiyyətlə çox yatmaq Cavidan müəllim İslamda məkruhdur, bəyənilməyən işlərdəndir. İnsanı süsləşdirir. Çoxunu yatmaqla keçirdir, oruçluq ayında. Bəli. O bilirsiniz, bəzi adamlar orucun vaxtını sayırlar, saat sayırlar ki, nə vaxt orucun vaxtı gələcək, Bu artıq imanın naqisliyindəndir. İnsan bekar vaxtında nə etməlidir? Çoxlu zikirlər eləməlidir. Quran oxumalıdır. Çoxlu dualar oxu. Bilmirsən, götür Azərbaycan dilində o sərəkələr var da bizdə. Götür həmin o yerdən duaları oxu, nə olar ki? O orucun vaxtını elə səbirsizliklə gözlükə ayırlar. Tez vaxt yemək vaxtı gələdi, yeməyimi yeyərdim. O artıq oldu naqis oruc. Mənim aktual suallardan biri də vurğulanır ki, bəzi insanlar var ki, məsələn, onlar işləri ilə əlaqədar davamlı yemək yeyirləri və yaxud ədviyyatlar, şirniyyatlar olsun və yaxud evdə yemək pişirən xanımlar olsun və yaxud evdə oturmursan, onu yeyir gəlir. Belə deyim də, mənim düşüncələrində az-çox insanlara təsir edir bəzilərin. Bunlar necə mübarizə apara bilərlər mənim bu kimi hallarla? Bəli, onlar demək o insanlar Cavidan mənim yenə deyirəm. Məsələn, yemək pişirən adam tutalım ki, bu adam səbr eləyə bilər də oruca. Nəfsinə hakim olsun. Hakim olandan sonra orucunu tuta bilər də. Burada heç bir çətin bir şey yoxdur. Amma o adam ki ağır işdə işləyir, məsəl üçün, tərliyir, dözümü yoxdur da oruç tutmağa. O adam oruç tutmaqdan azaddır. Amma onun sonra qəzasını mütləq yerinə yetirməlidir. Qəza. Oruç tutan adam, demək, qəza nə vaxt olur, kəffarə nə vaxt olur? Dində həm qəza var, həm kəffarə var. Qəza nədir, kəffarə nədir? Bu da şəriətin ən mühüm amillərindən biridir, çox maraqlı mövzulardır. Demək, kəffarə budur ki, insan qəsdən orucunu poza, qəsdən. Ona kəffarə vacib olur. Kəffarə də 60 gündür. Demək, orucunun bir ayını bütöv tutmalıdır. Qalan 30 gününü növbəti Ramazana qədər az da olsa günbəgün, 2 gün, 1 gün tuta bilər. Amma o 30 gün müddəti var, birinci 30 gün. Elə tutmalıdır ki, qurban ayına düşməsin, qurban gününə düşməsin. Tutalım ki, biri oruç tutur, kəffarə orucu. 20 gün tuttu, bir də gördü ki, 21-ci günü qurban bayramına düşdü. Artıq o sayılmır, o oruçdan sayılmır. Təzədən orucunu tutmalıdır. Axı düşdü, araya qurban bayramı düşüb. Haramdır tutmaq. Demək, o təzədən orucunu nə eləməlidir? 30 gününü başlamalıdır, təzədən tutmalıdır. Buna deyirlər kəffarə. Bir də qəza. Qəza kimlərə deyirlər? Yenə, o adamlar ki, məsələn, orucunu qəza eləyib də, məsəl üçün, tutalım ki, səfərə çıxıb, o müsafirdir. Mən keçən dəfə verilişdə dedim ki, bunun haqqında məlumat verəcəm. Tutalım ki, səfərə çıxıb, 44 kilometr keçib ərazini və müsafir olub. Müsafirə də oruç tutmaq olmaz. Artıq o insan orucunu pozmalıdır. O adamın boynuna qəza düşür. Kəffarə düşməz. O adam boynuna qəza düşür. Məsələn, oruç tutan insanlar var. Tutalım ki, əgər 44 kilometr nə deməkdir? Əgər bir şəxs müsafirdirsə, gedib gəlmə məsafəsi 44 kilometrdirsə, birbaşı yəni 22 kilometr. Onda o adam nə eləməlidir? Orucunu pozmalıdır. Orucunu necə pozmalıdır? Bunun da qaydaları var. Tutalım ki, mən durmuşam tezdən, məsələn, Sumqayıt şəhərindən gedirəm Bakıya, ya Novxanə yox, başqa yerə, Mərdəkana.
Sübh azanı verilib, iftarımı eləmişəm, sübhü yemişəm. Əgər mən günorta azanına qədər 22 kilometri aralandım, getdim, çatdım ora, Mərdəkana tutalım ki, 22 kilometri keçmişəm. Demək, mən artıq orucumu da tuta bilmərəm. Çünki mən müsafirəm. Mən orucumu pozmalıyam, tuta bilmərəm. Amma mən Sumqayıtdan tutalım ki, Mərdəkana günortadan sonra geçsəm, səfərə çıxsam, artıq mən orucumu gün ərzində tamamlaya bilərəm, pozmaya bilərəm. Orucumu tutmalıyam. Bir şərtlə ki, həmin günün səhərsi Mərdəkandan gəlim mən vaxtında sübh azanına qədər Sumqayıta çatım. Bax onda mənim, yəni orucu, bax bu müsafir orucunun bax belə xırda şərtləri var, orada qayda qanunları var. Bəli. Bir də məsələn, Buyurun. məsələn tutalım ki, işi, gücü, peşəsi səfər etmək olar. O insanlar orucu, müsafir də olsa orucunu tutmalıdır. Məsələn, tələbə buradan gedir Bakıya. Onun işi peşəsi oxumaqdır da. Bakıya gedir gəlir. Kilometrajı keçdi. O adam orucu tam tutmalıdır. Çünki onun işi peşəsi oxumaqdır. Sonra sürücülərimiz var ki, onların işi peşəsi nədir? Sürücülük eləyib pul qazanmaqdır. Tutalım buradan gedir Gəncəyə. Düzdür, onun işi nədir? Onun işi peşəsi budur. Gəncəyə gedirsə həmin o kilometraj söhbətini keçir, amma buna baxmayaraq o müsafir deyil. O müsafir sayılmaz. Çünki onun işi peşəsi onunla əlaqədardır. İndi tutalım ki, biri rayondan gedir Bakıya. Əgər o şəxs şəriətin hökmünə uyğun olaraq o şəxs 10 gündən artıq orada qalacaqsa, o müsafir sayılmaz. 10 gündən az qalırsa, artıq o oruç tuta bilməz. Bax, bizim şəriətin bax belə qayda qanunları var ki, gərək ona diqqətlə riayət etmək lazımdır. Elə sözünüzə qüvvət müəllim. Ümumiyyətlə bu kimi məsələlərin vurğulanması, qaranlıq qalan bütün nüansları müəllim bizlərin bilməsi çox lazımdır. Müəllim tamaşaçılar da izlədi. İnşallah müəllim bu kimi buraxılışları biz Allahın izni ilə davam etdirəcəyik. Biz insanlara bir şeylər çatdırmağa çalışdıq müəllim. İnşallah ki, Allah-u Teala bizləri neçə Ramazanlar tutmaq nəsib eləyər. İnşallah, inşallah. Bu bizim bu Allah-u Teala'nın ayıdır. Biz belə deyək də müəllim, həm də bizim milli mənəvi dəyərlərimiz də var müəllim. Onlara da riayət etməklə bərabər. Çünki müəllim örf və adət ənənəsi var, örf məsələsi var. Onun da birbaşa elə dərində geçsə atalar sözüdür. Atalar sözüdür, örflərdir. Bunlar hamısı dinə bağlı olan bir şeylərdir. Hədislərdir, bəli. Bəli. Buna görə də müəllim biz bu kimi sözləri və düşüncələri insanlara çatdırmalıyıq ki, insanlar doğru mənbələrdən öyrənsin müəllim. Bir də müəllim elə ona sözünüzə qüvvət müəllim. Doğru mənbə nə deməkdir müəllim? İnsanlar nəyə qulaq assın, necə qulaq assın, doğrunu necə aid edə bilsin müəllim? Çünki informasiya olmalıdır müəllim. O qədər informasiyalar gəlir ki, insanlar elə bir sosial medianı açır, müxtəlif mövzularda, dini mövzularda və yaxud digər dünya mövzularda o qədər məlumatlar alır ki, çaşbaş olur müəllim və bilmir ki, nə desin, kimə inansın və necə aid edə bilsin müəllim. Çünki oturumlaşmış din ənənəsi var və onlar müəyyən dərəcədə uzaqlaşdırılmağa çalışılır. Amma biz onu necə biz edək ki, insanlar bəs dəyərli sözləri, dəyərli hədisləri inşallah ki, insanlar eşitsin müəllim. Necə aid edək? Bəli. Bunu aid eləmək üçün Cavidan müəllim, birinci bizim dəlilimiz Quran-ı Kərimdir. Birinci bizim dəlil Qurandır. İkinci hədislərdir. Hədislər, Peyğəmbər sallallahu hədisləri və təvatir hədislərdir. Geniş yayılmış hədislər götürülməlidir. Əgər bunlar da kifayət eləməsə, onda biz alimlərin risalələrinə fikir verməliyik, oradan axtarışlar aparmalıyıq. O alimləri bilirsiniz, təqlid sözü deyəndə bəzi insanlarda bu ikrahis soyadır. Alimlərə təqlid eləmək lazımdır. Niyə görə? Keçən dəfəki söhbətlərdə də mən dedim ki, ya sən bir adam ya alim olmalıdır, ya təqlidçi olmalıdır. Məsələn, siz bugün
tutalım ki namazın rükətində səhv elədiniz. Məsələn, 3-cü rükəti səhv elədiniz. İndi biz hara müraciət eləməliyik ki, indi Quran-ı Kərimdə yoxdur. Bəli. Məsələn, 3-cü rükətdə mən səhv elədim, ya 4-də, ya təşəhhüddə səhv elədim. Mən kimə müraciət eləməliyəm? Demək, mən müraciət eləməliyəm hara? Hədisə alimlər, bütün hədisdə yoxdursa, onda artıq alimlərə müraciət eləməliyik. Elə şeylər olur. Kitabda da yoxdur, hədisdə də yoxdur, amma gərək alimlərə biz neyəyək? Müraciət edək. Çünki onlar elm əhlidir, oxuyublar, bilirlər. Bax, belə mənbələrə müraciət eləmək lazımdır. Alimlərə hörmət vurğuladığınız kimi əsas nüansdır müəllim. Bəli. Bəli, çox gözəl vurğuladınız müəllim. Yəni təqlidçiliyi başqa mənalara da çıxardır, amma təqlidçilik vurğuladığınız kimi müəllim, əgər sən alim dərəcəsinə çatmamısansa, İslam hökmləri haqqında məlumatın yoxdursa, mütləq şəkildə sənin müraciət edəcəyin mənbə olmalıdır. Amma mənbə də sağlam mənbə olmalıdır. Yəni sən məsələn Quran-ı Kərimi açdın və ya hədis-i şərifləri açdın və yaxud Ramazan ayı haqqında. Ramazan ayı haqqında bütün detallar Quran-ı Kərimdə qeyd edilməyib müəllim. Hamısı qeyd edilən mənbələr var müəllim. Hədis-i şəriflər var müəllim. Alimlərin fikirləri var. Biz bunlara müraciət etməliyik və ondan sonra biz müəyyən mətləblərə, müəyyən nəticələr gəlib çıxmalıyıq. Yoxsa müəllim öz əqlimizə uyğun düşüncələri ortaya atanda bizim ibadətimiz də, bizim dəyərlərimiz, hər şey müəllim məhv olub gedir. Ona görə də müəllim biz düzgün şəkildə, düzgün fikirləri çatdırmalıyıq insanlara. Dini dəyərlərimizi qorumalıyıq müəllim. Dini dəyərlər nə qədər bizi ayaqda saxlayacaqsa, biz ayaqda dini dəyərlər saxlamalıyıq, daha doğrusu müəllim. Çünki belə deyək də müəllim, biz dini dəyərləri qoruyub saxladıqca gələcək nəsillər də bundan doğru şəkildə istifadə edər müəllim. Bugün İslam ümmətinin bir yerdə olması, onların bir araya gəlməsində məhz bizim milli mənəvi dəyərlər. Bir də müəllim, biraz mövzudan da kənarda olsun müəllim, mən də əlavələr etmək istəyərdim müəllim. Demək ki müəllim, insanlar dinlə örf məsələsini, adət-ənənə məsələsini, milli dəyərlər məsələsini qarışıq salırlar müəllim. Yəni bilirsiniz müəllim, belə deyək də İslam əlbəttə ki Quran-ı Kərimdir, hədis-i şəriflərdir, alimlərin sözləridir. Bunlar olmalıdır. Amma hər bir müsəlman ölkəsində müəllim, hər bir müsəlman ölkəsində onların dini dəyərlərlə bərabər milli dəyərlər də müəllim formalaşır. Çünki milli mənəvi dəyərlər olmasa müəllim, elə bir xalqın özünün düşüncəsini də bura aid etmək olar, xalqın öz fikirlərini də aid etmək olar. Adicə müəllim Ramazan ayı haqqında bütün İslam ülaması bir fikirlər səsləndirir. Məsələn, alimlərimiz deyirlər ki, filan qaydaları etsəniz, bu qaydaları etsəniz müəyyən nəticə gələcəksiniz. Amma müəllim, hər bir insanlar, hər bir ümumiyyətlə düşüncəni qoyan insanlar fikirləşməlidir ki, din dəyərlər sistemi ilə bir olmalıdır müəllim. Xalqı ayaqda saxlayan dindir. Məsələn, Türkiyədə müəllim, siz sosial media üzərindən diqqət edərsiniz müəllim, fikir verirsiniz müəllim, artıq narahatdırlar ki, nerede o eski Ramazanlar müəllim? Necə Zavdan? Bir də təkrarını xahiş edirəm. Necə? Nerede o eski Ramazanlar? O şəkil vurğulanır müəllim. Jurnalist var idi, adı yadımdan çıxdı. Sosial media üzərindən izləyirəm. Qayıtdı dedi ki, biz deyir, illərdir deyir, formalaşmış ənənəmiz var idi deyir. Ancaq sanki deyir, müəyyən qaydalar unudulur gedir. Gör müəllim, necə narahatdılar ki müəllim. Demək ki müəllim, sırf dinlə ölçülmür müəllim. Özlərinin dəyərləri var müəllim. Xalqın dəyərləri, bizim də, digər qardaş ölkələrin də, hər birimizin dəyərləri var müəllim. Bizi ayaqda saxlayan milli mənəvi dəyərlərdir, milli mənəvi düşüncələrdir. Bax, bunlar müəllim bizi xalqı ayaqda saxlayır. Zavdan müəllim, mən sizə bir şey də əlavə edeyim bu milli dəyərlər barəsində. Üzr istəməm. Ola bilsin ki, bəlkə də şəriətə bağlı olmaya bilər, amma şəriətdən bərabər gözəllik yaradıraq müəllim. Onu vurğulayarız müəllim. Bir dənə sizə bir dənə nümunə deyim. Məsəl üçün, mən öz praktikamda görürəm. Həm rayonlarda, həm bax şəhər yerində oruç tutmayıb, namaz qılmayan insanlar iftar verirlər. İftar verirlər. Məsələn, oruç tutan insanları iftara dəvət edirlər ki, gəl məsələn, bugün iftar mənim boynumadır. Bu hallar ən çox rayon yerlərində, kənd yerlərində davam edir.
Mən şəxsən Bəli. görmüşəm, kənd yerlərində artıq çox bir dəb halını alıb və bu çox əladır, yaxşıdır. Ki, hər gün elə adam olur ki, məsəl üçün, kəndin mömin insanlarını, məsələn, tutalım bir gün bir nəfər verir, o bir gün deyir ki, mən filan kəsi bugün mən çağıracam. Bu çağırdı. Səhərsi günü başqa adam deyir ki, o filan mömini mən çağıracam. Bu bir növ çox gözəl adət-ənənədir. Bu hardan əmələ gəldi? Bu şəriətdən əmələ, dindən əmələ gəldi də bu. Bu sizin dediyinizə böyük sübutdur. Və bizim millətin bu mentalitetində bu çox yaxşı inkişaf edir. Bizdə həqiqi mənası, bax, tutalım indi Ramazanı qoyaq, keçək bu məhərrəmlik ayında. Mən sizə bir dənə sübut edeyim, bir dənə şifaq gətirim. Bir dənə məhərrəmlikdə mən öz gözümlə görünüm, Sumqayıtda. Məhərrəmlik ayında İmam Hüseyin əleyhissalamın mərasimində 10 günlükdə nə qədər cavan gəlir tövbəyə. Bəli. Bu mənim Sumqayıtda çox görmüşəm mən bunları. Yəni bunlar çox yaxşıdır. Ramazan ayında da tövbə edənlərin sayı çox olur. Ona görə də bəli, bax, bu da bax buna bir misaldır, gözəl bir misaldır. Mən istəyərəm ki, müəllim, hər daim ümumiyyətcə hər birimiz inşallah ki, bu düşüncələrə sahib olaq müəllim. Bizim ümumiyyətlə xalqı var edən təbii ki də dilidir, dildir və milli mənəvi dəyərlərdir müəllim. Din, dil, milli mənəvi dəyərlər. Bunlar xalqı var edən nüanslardır müəllim. Şükürlər olsun ki, Azərbaycan xalqı bizim milli bayramlarımızı və milli bayramlarımızı, dini bayramlarımızı müəllim çox gözəl bir şəkildə yaşadır. Unudulmur müəllim. İnşallah ki də unudulmaz. Çünki mənim Ramazan ayında məsəl üçün türklərdə məsəl üçün biz izləyəndə mənim digər müsəlman bizlərdə də digərlərində səhər-səhər sevinclə məsəl üçün ayrılıqda bugünkü gündə mənim səhər-səhərdə sevinclə ayrılıq. Məsəl üçün görür hər kəs bir-birinə sən oruç tutan, nə gözəl bizim küçələrdə tutandı mənim hamı bir-biri ilə deyir mənim. Bu özü mənim sırf onu şəriət nüansları ilə də bərabər bizim bir milli mənəvi dəyərlərimiz də var. Sanki biz bunu milliləşdirmişik mənim. Elə də olmalıdır müəllim. Bu bizim milli bayramımız. Nəinki müəllim biz burada dini bayram deyəndə müəllim, həm də milli bayram da deməliyik müəllim. Çünki şəriət baxımından nə dərəcədə doğru olar indi alimlərimizin daha yaxşı bilər. Mən öz düşüncəmlə yanaşıram, yanlış düşdü. Buna milli bayram da deməliyik ki müəllim, bu qorunsun müəllim. Bəli, inşallah çox gözəl. Unudulmasın müəllim. İnşallah gözəl olacaq. Sizə də təşəkkür edirəm. Allahın izni ilə Allah Teala izin verdi ki, sizinlə canlı yayım edə bildik. Çox sağ olun müəllim. Minnətdaram. Və sonda müəllim öz fikirlərinizi, sizin də fikirlərinizi almaq istəyərdik müəllim. Yəni bugünkü gündə fikir nə ola bilər? Ramazan ayını çox yaxşı ki, imanla keçirək inşallah. Ramazan ayında çoxlu dualarımızı artıraq. Biz Allaha möhtacıq həqiqi mənada. Allah isə ehtiyacsızdır. Bu ayda çoxlu dua eləməliyik inşallah. Və bu ay ona görə möhtəşəmdir ki, bütün dünya müsəlmanları oruç tutur. Bu ayda edilən dualar o bir ayda edilən dualardan daha tez müstəcab olur. Ona görə bu ay fürsətindən gərək neyinək, yaraqlanaq. Təşəkkür edirəm müəllim. Allah razı olsun sizdən. Allah elimizə bərəkət versin. İnşallah ki, müəllim irəli canlı yayımlarda da bu məsələlərlə bağlı digər fikirlərdə səsləndirəlim müəllim. Çox sağ olun. Sağ olun, görüşərik. Sağ olun.